Digər son dəqiqə xəbərlərdən daha nələr var, diqqətinizə çatdırım. İcra başçısının görüşündə insident yaşanıb, bir nəfərin həbs edildiyi bildirilir. Belə ki, Tərtər rayon İcra Hakimiyyəti başçısının kənd sakinləri ilə görüşündə insident baş verib. Qlobal Net Teleqrafa isnadən xəbər verir ki, hadisə Tərtər rayonu Yuxarı Sarıcalı kəndində baş verib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Səyyad oğlu Məmmədovun kənd sakinləri ilə görüşü zamanı 1985-ci il təvəllüdlü sakin tədbiri pozaraq ona müdaxilə edib. O, tədbirin gedişatına maneə törətməkdə ictimai qaydanı pozub. Bu hərəkətlərinə görə o, polis əməkdaşları tərəfindən saxlanılaraq Tərtər rayon polis şöbəsinə gətirilib, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ittiham elan edilib. Tərtər rayon məhkəməsinin qərarı ilə kənd sakini 10 gün müddətinə inzibati qaydada həbs olunub.